Sabahınız xeyirli olsun əziz dostlar. Hal-hazırda biz 4 nəfər German Ağdamlı, Hacı Loğman Qorqud, Vahid Səmənli və dostlarımız Cəbrayıl Ağayev, gözəl müğənni xanəndə və Vahid müəllim hal-hazırda Zabuqda səhər gəzintisindəyik. Gördüyünüz bu çay Həkəri çayıdır. Aralardan axıb gəlir çay, dağların qoynundan süzülüb gəlir. Sular dumdurudur, çox gözəl. O Hacı dostum da gəlir. Sabahın xeyir olsun Hacı. Gözəl gəzintilər sənə. Səhər-səhər bütün dostları salamlayırıq buradan. Canlıdır. Hə, canlıdır. Salam olsun hər kəsə, gəlin bu yerlər. Bu tərəfdən dayan, bu tərəfdə. Tərtər çayın üstündə. Həkəri çayının. Həkəri çayı. Məmməd Araz necə yazmışdı? 1000 illər də Araz belə, Həkəri belə. Bu Həkəri çayı görürsünüz. Necə coşqun suları var, özdə sular da dumduru. Dostlar da burada çayı seyr edirlər. Bəndəniz Hacı Vahid Səmənli də istəyir ki, bu gözəl anları təsvir eləsin ki, dostlar da görsün ki, Azərbaycanın gözəl cənnət məkanını seyr eləsinlər səhər-səhər bizim gözlərimizlə. Bir-iki kəlmə, qısaca. Salamlayaq. Sabahınız xeyir olsun əziz dostlar, bir şov yaradıram. Sabahınız xeyir əziz dostlar, istəkli tamaşaçılar, dinləyicilər. Biz Həkəri çayının üzərindəyik. Laçının Zabuq ovasında gözəl bir məkanda dostlarla, qardaşlarla Hacı Loğman, Hacı Vahid, Qalib müəllim və Cəbrayıl müəllim. Çox gözəl bir gün yaşadıq dünən. Yeriniz məlum. Siz də gəlin, görün Qarabağın hər addımı bu dəqiqə cənnətdir, gözəldir. Havadan bal damır. Damır, ilahi yarı, bu yaşıllıq. Cəbrayıl müəllim sözüm, burada oxumağana var. Cavab yox, torpaq yox, təmiz hava, yatıb da yuxumuzu almışıq. Allah keyfinizi kök, canınızı sağ, gününüzü uğurlu, ovqatınızı xoş eləsin. Əhsən. Maşallah. Bax. Seyr edin əziz dostlar. Seyr edin. Cəbrayıl adın üzün görüb səsin eşidənlər, lakin başqa üzün görməyən insanlar, səmimi, bax gözlərində göz yaşı, sevinç yaşlarıdır bu. Azad olmuş torpaqlarımızda gəzintinin, bu gözəlliyi duymanın sevincin yaşayır bu dəqiqə Cəbrayıl müəllim. Dadını çıxardır. Dadını çıxardır. Hələ indi birazdan vuracaq. Eşq olsun, eşq olsun. Bax. Deyirəm Hacı. Ora bırakmayacaklar ora. Ora arzulamır oranı. Ora səni qoymayacaqlar, amma giriş yerləri də var. Bax bu körpü. Çayın üstündə, çayın ada kimi ortalıqda qalır. Səhməylə keçəsən. Ya da bir qəşəng. Bura köpsünsə bununla baxın bir də. Abim taxtası, orada bir mümkündür o gözəl. Vaçaməli, buyur əzim, buyur. Mən çox şadam ki, bugün sevdiyim insanlarla, könlümə yatan insanlarla mən bugün bu gözəl kənddəyəm. Düzdür, könlümə yatan, sevdiyim insanlar çoxdur. Yəni, ona görə də buradan bir salam da deyirəm onlara. İldırım Əlişoğlu'na, Adil Cəfakeşə, sonra Sərdi Yaradan Quluya, nə bilim Qulu İsmailova, o qədər indi dərhal yadıma düşmür. Şairlərimizə, bizim yazarlarımıza bura gəlməyi, Vəsairə, hamı vəsairənin içindədir. Arzuluyuram. Həqiqətən biz xoşbəxtdik ki, bu səhər, bu gözəl səhər, inanın ki, bəlkə bir 15-16 dərəcə isti var. Biz burada açırıq. Salam olsun hamınıza, eşq olsun hamınıza, əziz dostlar. Eşq olsun. Gözəl təbiət, gözəl mənzərələr. Bax, heyvanlara bax. Heyvanlar da həmrəylik duyurur. Parkın qırağında bir qəşəng seyr eləyək, həqiqətən İnşallah.
Qızıl güllərə bax. indi gördünüzmü? İndi gördünüzmü o? İndi görün Qarabağın çiçəkləri, asan güllərə baxın, çiçəklərə baxın, baxın, bu gözəlliyə baxın. Nə gözəldir. Hə dostlar, Vahid Çəmənlinin telefonundayam. Promo birbaşa canlı yayımda. Hər birini salamlayırıq. Doğrudan da gəlin görün buralar. Mən bunun bu üzünü xarici tutun başqa dövlətlərə gedib gəzməyə, Azərbaycanda qazandığı pulları aparıb xristianlara, itə qurda xərcləyənlərədir sözüm. Gətirin bu pulu burada xərcləyin. Burada yeyin için özümüzdə qalsın, özümüzdə istifadə edək. Özümüz üçün yaşamağı bacaraq qardaş.